İlham Əliyev üçün ailə dəyəri olsaydı, İlham Əliyev bizim ailədə bu vəziyyətə salmazdı. Amma olsun. Mən bir vətəndaş olaraq mübarizə aparmağı bacarıram. Bir insan olaraq. Çünki mənim arxamda duracaq, mənim gücüm, mənim başımın üstündə Allahım var. Mən ona sığınıram. Və sən əsla və əsla düşünürsən ki, Əfqan tək qalacaq, Əfqan tək qalmayacaq. Mən öləndən sonra nə olacaq bilmirəm, amma nə qədər yaşayıram, bütün dünyanı satın ala bilərsən Əfqanı tək qoymaq üçün. Məni əsla və əsla həyat yoldaşımın mübarizəsində heç bir halda dayandıra bilməyəcəksən. Buna İlham Əliyev, ad və soyadın kimi, İlham Əliyev Heydəroğlu, ad və soyad, dədənin adı kimi əmin ol. Əfqanın mübarizəsindən, bu ailənin birləşməsindən, uşağımın haqqı olan atasının yanında ailəsinin birləşməsi uğrunda sona qədər ölərəm, amma mübarizə apararam. Bunu da biləsən. Və bu qatillər də sənin böyründədir və sona qədər səfirlik qarşısında çadır qurub yatmalı da olsam, ərimi sizdən tələb edəcəm. İlham Əliyev, sənin qızının ərləri çoxdur, ona görə də sən belə şeylər sənə qeyri-adi gəlir. Ha, istəyirəm etikadan kənara çıxmayayım, amma bu pozğunlarla başqa danışmaq üsulu yoxdur da. Yəni bunların anlayacağı dil bax budur. Əminə də bizim övladların haqqını yer, Əminə ilə bağlı danışdıqlarımın, əgər İlham Əliyev sənin üçün bir narahatçılıq varsa, gir şərhləri oxu. Azərbaycan xalqı narahatdır və narazıdır. Çünki sən Əminiyə, ailənin digər üzvlərinə, yeni doğulanlara, doğulmayanlara, gələcək nəsillərinə pul yığmaqla, oğurluqla məşğulsan, talancılıqla və sən Azərbaycan xalqının haqqını oğurlayırsan. Azərbaycan dövləti sənə məxsus deyil, Azərbaycan Respublikası sənə məxsus deyil, Azərbaycan sərvəti sənə məxsus deyil, Azərbaycan xalqı sənin əsrin deyil. Bu xalq hür yaşamalıdır, bu xalq azad yaşamalıdır, bu xalq yaxşı yaşamaq onların haqqıdır. Çünki bu xalqın sərvətinlə bu xalqı əzirsən, bu xalqı yoxsul və dilənçi edirsən, bu xalqın haqqına girirsən. Və gecə-tezə həm Allah qarşısında ilk növbədə, həm qanun qarşısında, həm Azərbaycan xalqı qarşısında mütləq və mütləq cavab verəcək. Heç bir cinayət cəzasız qalmayacaqdır. Heç bir cinayət cəzasız qalmayacaq, bunu unutma.